arkamda 2 dənə avtomatı mənim kürəyimə tutmuş, həmən o surətin banditlərim vardı. Yəni, mən danışıq apardım, amma onlar da mənim arxamdaydılar, avtomat da mənim arxama dirənmişdi. İndi görün, necə bir şəraitdə mən danışıq apardım. Hər dəqiqə o avtomatı hərəkətə gətirə bilərdilər və mən o gecə məhv ola bilərdim. Gecə səhərə qədər danışıqlar apardım. Xahiş etdim ki, şəhərə çıxın, insanlarla görüşün. Mənə imkan vermədilər. Dedim, onda o döyüş yerlərini aparım mən. Haradakı qan tökülübdür, dağıdılıbdır, filandır. Orada aparmaq istəmirdilər. Gəldim ora. Oranı bir 10-15 dəqiqə müşahid edirdim. Bir də gördüm ki, o tərəfdən ateş açıldı, bu tərəfdən ateş açıldı. Hara ateş açırlar, kimə açırlar bilmirəm. Mənə dedilər ki, burada vəziyyət gərginləşibdir, siz artıq burada qala bilməzsiniz. Sakin, sakin. Sakin ol, öyle şeyleri çok gördüm.